Hepinizi salamlayıram Cəmiyyətin Nəbzinin dəyərli izləyiciləri. Bugün çox maraqlı müzakirələr və mövzular bizləri gözləyir. Qarşımda hal-hazırda Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin 3-cü kurs tələbəsi Hümbət Bədəlova əyləşib. Xoş gördük Hümbət. Mən də öncəliklə bizi izləyəcək olan hər bir şəxsə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Xoş gördük hər birinizi. Hümbət, bugün ümumiyyətlə mövzumuz çox qəşəng bir mövzudur deyə düşünürəm. Tam sənlik bir mövzudur. Hətta sən dilçisən, düzdürmü? Mən Yəni ikimiz də Filologiya dilçiyik, bəs Fakültəsində Filologiya təhsil Fakültəsində də. alıram. Bəli. Hümbət, ümumiyyətlə geyim dili deyə bir həmişə xitab görürəm sənin səhifəndə, ümumiyyətlə biyonda görürəm, nə bilim, izləyicilərin kommentlərinə bəs yazırsan ki, adicə məsələn bir tənqid olur və yaxud da nəsə bir mövzu olur. Sən orada geyim dilini vurğulayırsan. Geyim dilinə necə aydınlıq gətirə bilərsən? Nədir bu geyim dili? Ümumiyyətlə hər bir şeyin həm məcazi, həm də həqiqi mənasında bir dili var. Bu geyim dili deyiləndə mən nəyi nəzərdə tuturam adətən? Məsələn, bir insanın, bir kişinin adətən geyindiyi geyimlərdən onun şəxsiyyətinin o əsas çalarlarını üzə çıxartmaq mümkündür. Keçən dövrlərdə məsələn istehsal olunan qalstuklar daha çox bəzəkli idi və onu məsələn hər bir şəxs onu geyinəndə daha çox hər şeyi bir-birinə uyğunlaşdırmağa çalışırdı və həyatlarını daha rəngli hala gətirməyə çalışırdılar. Məsələn, amma indi bu şey yoxdur. Görürsüz, həyatımız daha çox monotonlaşmağa getdikcə bunu cəmiyyətin hər bir tərəfində biz müşahidə edə bilirik. Bax, bu mənada geyim dili bunları ifadə edir. Məsələn, mən öz həyatımdan sizə deyim, öz geyimimdən mən əksəriyyətdə klassik bol kəsim şalvar geyinirəm. Bu mənim daha çox mühafizəkar olduğumu bildirir ki, mən əski altın çağ dövrünün bəyəfəndiləri kimi desək geyinirəm. Amma məsələn müasir dövrdə məsələn bizim bəylərimiz isə daha çox dar kəsimli şalvar geyinir. Bu da onların daha çox müasirliyə uyğunlaşmalı. Mənim isə daha çox keçmişlə əlaqədar olmalı. Məsələn, cib dəsmalı taxıram qalstuklarıma uyğunlaşdırmağa. Bu da mənim bir xarakterimin rəngarəng olmağını bildirir. Məsələn, sizə bir şey də deyim. Geyim həmişə siyasətçilərdən cəmiyyətə keçir. Keçən əslində Heydər Əliyevin bağladığı qalstuklara baxın. Onun da şəxsiyyətinin daha çox rəngarəng cəmiyyətin hər tərəfindən bağlı olduğunu görə bilərsiniz. Ancaq müasir dövrdə isə İlham Əliyevin geyimləri müasirlik baxımından görürsüz, qara adətən kostyum geyinir, qara qalstuk və ağ köynək geyinir. Bu həm müharibə dövründən sonra belə oldu. Bir də ki, geyimlərin müasirləşməsi baxımından. Baxın, bu barədə geyim dili çox şey ifadə edir, həmçinin siyasi baxımından da. Hümbət, çox maraqlı bir mövzuya toxundun. Yəni çox yaxşı bir yerə toxundun ki, tarixçilərdən və yaxud da siyasətçilərdən keçir. Hansı ki, siyasətçilər də tarixçilərin içinə qatdım, yəni tarixi şəxsiyyətlərin daha doğrusu. Və belə bir aydınlıq istəyirəm səndən ki, geyim hardan başladı? Ümumiyyətlə geyim mədəniyyəti, onun tarixi necə başladı? Xüsusən də klassikanın. Və ümumiyyətlə insanlar əqli cəhətdən və həm də mənəvi cəhətdən düzgün formalaşandan sonra hər zaman yaxşı geyimə ehtiyac duymuşlar. Həm qapanmaq barəsində, həm də ki, daha gözəl görünmək barəsində. Məsələn, cib dəsmalların tarixi əski Yunan tarixinə qədər gedib çıxır. O zaman bəylər əllərinə bir dəsmal bağlayarmışlar gigiyenik baxımından. Sonradan orta çağlarda, orta əsrlərdə zadəganlar öz sosial statusunu göstərmək üçün bəzəkli həm də ətirli cib dəsmalları gəzdirərdilər. Buradan yavaş-yavaş formalaşmağa gəlir və Viktoriya dönəmində özünün demək aydınlığını tapır. Burada da zadəganlığın göstəricisi olur ki, burada yarıq qoyulurdu. Bəylər ora ağ cib dəsmalı qoyurdular ki, həm yeri gələndə istifadə eləyə bilsinlər, həm də qarşıdan gələndə məsələn görünsün ki, bu zadəgandır, bunun sosial statusu var və bunlar özünün qızıl dövrünü keçən əsrin 20 və 50-ci illərində yaşadılar. Ən çox amma klassik geyim babında bunlar Viktoriya dönəmində formalaşır, əksəriyyətlə 19-cu əsrdə və yenə də deyirəm, özlərinin qızıl dövrünü 20-50-ci illər arası The Golden Era of Menswear dediyimiz kişi geyiminin qızıl dövründə tamamlayırlar və bugünkü anlamı ilə qadın geyimlərinin də əksəriyyəti o dövrdən, kişilərdən fırlanaraq gəlir keçir qadınlara. Bəs qadınların geyimi haqqında necə bir fikir bildirərsən? Mən ona Mən maraqlıyam. bugünkü anlamı ilə qadınların geyimini çox bəyənirəm, çox zövqlə geyinirlər. Təəssüf ki, bəylərimiz haqqında əksəriyyətlə bu fikri söyləyə bilməyəcəyəm. Ancaq dediyim kimi qadınlarımız həqiqətən özlərinə çox dəyər verirlər. Bu çox da sevindirici haldır. Kişilərdən qat-qat, hətta müqayisə oluna bilməyəcək dərəcədə çox gözəl Məncə geyinirlər. həqiqətən Azərbaycan xanımı hər zaman zövqlü olur deyə Təbii ki. düşünürəm. Biz sənin indi kontentinə göz gəzdiririk. Hal-hazırda geyim dili mövzusuna daxil olduqsa, demək ki, sənin artıq kontentinin daxilindəyik. Bu kontentə başlamağa necə qərar aldın? Bəzi şeylər var ki, təəssüflər olsun ki, Azərbaycanda
yoxdur və onları yaratmağa mən elə bilirəm ki, ehtiyac duyuruq. Necə ki, keçən əsrin əvvəllərində bir sıra bizim şəxsiyyətlərimiz o şeyləri yaratmağa müvəffəq oldular. Mən də tez-tez xarici səhifələrə baxırdım daha doğrusu, indi hal-hazırda da baxıram. Düşündüm ki, əgər mən də bu şeyləri bilirəmsə və öyrənirəmsə və bildiklərimi kimləsə öyrətmək də deməyim də, daha çox təklif eləyim ki, məsələn, bunu belə eləmə, bunu belə elə, geyin babında. Bu mənada qərar aldım ki, insanlara da nəyisə maariflənmək əsasında. Məsələn, görürsüz ki, sosial platformalarda bir para şəxslərin ucbatından yaxşı təbliğ olunmur və bu bizim elə bilirəm ki, xalq olaraq əskikliğimizin bir göstəricinə çevrilir. Ancaq mən elə fikirləşdim ki, bunu yaratmaqla hələ də cəmiyyətimizdə normal düşünən, normal özünə və nəyisə hörmət eləyən birinin olduğunu göstərmək üçün əsasda qərar aldım və ən əsası geyimin belə bugünkü anlamda olmadığını göstərmək qayəsi daha çox duydum. Ümid çox haqlısan həqiqətən. Mən arada sənin məsələn səhifəndə izləyəndə hər zaman baxıram ki, kommentlərdə, yəni siz demiş bir para insanların ucbatından başqaları da o fikrə dəstək verir. Kütlə Bəli. psixologiyası var axı, belə bir mövzu var. Bunların hamısını da ümumiləşdirirəm. Bu mövzunu o deyir daha dərinə getmədən və insanların o deyir daşqalağına məruz qalmadan başqa bir mövzuya da keçid edəcəm ki, bu da ona yaxın bir mövzudur. Bax sən deyirsən ki, insanın məncə geyim tərzi də onun dilidir və Bəli, düzgün dedin. bəli. Bax burda mövzuya daxil oluram. İnsan hər hansısa bir geyimi geyinərkən onun həqiqətən özünü yansıtdığını düşünürsən? Əlbəttə. Elə insan var. Yenə də çıxışımın başında da bu barədə bəzi sözləri dedim və ümumiləşdirib belə nəticə çıxarda bilirəm ki, bir məsələn, cavan oğlan, mən məsələn özümü nəzərdə tuturam. Görürsüz, məni tənqid edənlərin əksəriyyəti çox qoca, ağsaqqal kimi geyindiyimi qənaətindədirlər. Mən real həyatda da düzdür, belə çox zarafatcıl olsam da, bəzən çox o yaşlı kişilər kimi olan davranışlarım var. Bu mənada bu da özünü göstərir. Amma məsələn elə insan var ki, 70 yaşı var, 20 yaşında oğlan kimi geyinir. Bu da onun cavan, hələ də cavan qaldığını, daha çox enerji, daha çox mən demirəm mən gümrah deyiləm, ancaq o nöqteyi nəzərdən danışıram ki, o cavan özünü hələ də cavan, yaşamaq eşqindən çağladığını cəmiyyətə göstərmək istəyir və bu mənada çox şey ifadə eləyir geyim. Yəni o necə geyindiyi, nəyi nətər istifadə elədiyi çox önəmlidir. Mənə elə gəlir ki, sanki o sən qeyd elədin 70 yaş, 20 yaş Bəli, məsələsi adamın ruhundan da çox şey əlbəttə. asılıdır həqiqətən. Əlbəttə. Beyin düşüncə tərzindən də çox məsələn ruhun necədir, özünü necə hiss edirsən, Məsələn ətraf səni necə Məsələn, görür? bir şey deyim, Nəcəf bəy Vəzirov 17-18 yaşında millətə xidmət eləyirdi. Teatr qururdu müəllimindən. Yəni bu mənada yaşın bir elə də önəmi yoxdur da nəyəsə görə. Bax bu günləri qadınlar geyinir. Sən az öncə qeyd elədin, çox Bəli, qəşəng mövzuya da toxundun, qadın geyiminə. Biz kişi geyimindən az-çox danışdıq, lakin davam eləyəcəyik bəli. danışmağa təbii ki. Amma qadın geyimlərində qapalı və açıq mövzusu var. Səncə hər qapalı geyinən əxlaqlıdırmı, yoxsa hər Yox. açıq geyinən Yox, elə əxlaqsızdırmı? deyil. Son zamanlarda çox qəribə şəkildə demagogiya yaranıb Azərbaycanda. Demaqoqluq, yəni üzə durmaq bir fəlsəfəsi yaranıb Azərbaycanda. İnternetdə, yəni sosial şəbəkələrdə nəyisə çəkib paylaşırsan, bir xanımdır, bir geyim paylaşır, dərhal aşağıdakı bəzi bizim möhtərəm şəxsiyyətlərimiz, o cəmiyyətimizin möhtərəm üzvləri altdan həmin xanıma əxlaqsız damğası vururlar. Və yaxud da bir bəy nəyisə paylaşır, tez onu da əxlaqdan kənar hesab edirlər. Mən bilmirəm ki, bunun səbəbi nədən qaynaqlanır. Ancaq bir məsələ də var ki, hər qapalı geyinən əxlaqlıdır, hər açıqda geyinən əxlaqsızdır deyilən bir şey də yoxdur. Bunun əksi də ola bilər, təzadı da ola bilər, ziddi də ola bilər. Biz bunu kifayət qədər cəmiyyətdə də görürük ki, məsələn, qapalı geyinir, amma onun davranışları heç onun o qapalı geyinməyinə uyğun deyil. Amma qadın da var ki, biraz açıq geyinir. Təbii ki, ədəb çərçivəsindən çıxmamaq şərtindən açıq geyinir, amma o 1000 dənə qapalı geyinən xanım xatınlığı var onda. Bizim xanımlar mən arzu eləyərdim ki, onu daha çox araşdırsınlar ki, nəyi geyinsəm özümə yaraşır. Məsələn, bizdə mən müşahidə edirəm, xanımlarımız biraz kiloludur. Bu təbii ki, utanılacaq bir şeydir. Məsələn, bədən proporsiyası ölçüləri icazə vermədiyi halda onu geyinir. Bu vulqar görüntü yaradır. Açıq olmur, amma qapalı olur. Yəni bədənimizə yaraşanı geyinmək daha əksədə uyğundur. Bizim keçən verilişin mövzusu kökəlmə idi. Və bu kökəlmədə belə bir mövzu oldu ki, şişman qadınların, yəni kök qadınların belə bir
ilahiləşdirilməsi var da insanlar tərəfindən. Ya da arıqdırsa deyirlər ki, hə, arıqlıq əladır, mən belə xoşbəxtəm. Kökdürsə deyir mən belə xoşbəxtəm. Yəni bu bədən proporsiyasına uyğun olmayan şeylər geyinməkləri heç düzgün bir şey Bəli. deyil. Mənim düşüncəm də belədir. Yəni bəzi insanlar deyir ki, sən insanları yargılayırsan, günahlandırırsan, nə bilim insanları çərçivəyə salırsan. Sən nə düşünürsən bu haqqda? Məsələn, mənə görə çox uyğunsuzdur da, yəni insanları, necə deyim, elə hər şeyi ilə qəbul etmək. Yox, bilirsiniz, məsələ nədir? Hər insanın düşüncəsi fərqlidir. Kimisə düşüncəsini dəyişmək iqtidarında deyilik. Amma yaxşı olar ki, insan nəyisə bilirsiniz, insana şuur verilib. Bu şuur boş-boşuna insana verilməyib ki. Yəni ilahi qüvvələr tərəfindən demirəm, təbiət tərəfindən ona görə insana verilib ki, insan duysun, düşünsün. Bu mənada ona görə düşünməlidir ki, mənim çəki artıqlığım var. Məsələn, mənim indi söhbət əsnasında deyim, birinci kursda ə, çəkim normal, indiki olduğumdan 10 kilo artıq idi. Mən 3 ayın içində normal ə, bəzi şeylərə əməl eləyərək, o deyirlər Türkə çarə. Ona əməl eləyərək mən o hardasa 8 kilo falan atdım. Normal olaraq. Çünki mənim idrakım ona yol verir ki, mən cavanam. Mənim 20 yaşım, onda 18 yaşım vardı. Mən 10 ildən sonra vəziyyətim nətər olar? Belə də indi cavanıq, daha çox düz qala bilərəm. Amma 10 ildən, 20 ildən sonra olsun, lap bir Azərbaycan kişilərində, ümumiyyətlə Qafqaz coğrafiyasında yaşayan kişilərin bir xüsusiyyəti var. Yaşlaşdıqca kökəlmə. Bu mənada məncə bütün əksər insan arıqca da nisbətən kökəlməyə meylli olmalıdır. Ancaq çox da kök olan insan. Təbii ki, bu bir ayıb deyil. Bu ayıb ola bilməz. Ancaq sadəcə o həyata bir dəfə gəlirik, həyatımızı daha yaxşı yaşayaq mənasında deyirəm. Bax, düşüncələrimizi bildirdik də bu mövzuda, düzdür? Bəli, Biz də bir cəmiyyətin üzvüyük. bəli. İnsanlar geyinərkən cəmiyyətin fikirlərinə önəm verməlidir, yoxsa verməlisə Biraz, nə dərəcədə biraz önəm yox, verməlidir? yarı-yarı deyək. Ümumiyyətlə şərq düşüncəsində açıq geyinməyin yeri yoxdur. Bu mənada biz açıq geyinəndə sanki cəmiyyətə qarşı bir üsyan eləmiş kimi də çıxış eləyə bilirik. Amma elə geyinmək lazımdır cəmiyyəti qıcıqlandırmayaq. Amma biləksiz bir məsələ də var. Mən Instagramda və ya TikTokda bir video paylaşarkən kostyum geyindiyimə görə çox tənqid olunuram. Düşünə bilirsinizmi? 20 il bundan öncə kiməsə kostyum geyindiyi üçün tənqid eləsəydilər, məncə həmin insanı topa qoyub tutub atardılar ki, sən nəyi tənqid eləyirsən? Bu insan səliqəli geyində kostyum. Ona görə dövr zaman dəyişir. Bunun üstünə məsələn insanı tənqid eləyirlər. Yəni o cəmiyyət dəyişir, o dəyişməyin uğruna da geyimlər çıxır. Bu mənada cəmiyyəti düşünmək yaxşı geyimdə önəmli deyil. Məsələn, mən yaxşı geyinirəmsə, cəmiyyəti niyə düşünməliyəm? Cəmiyyət çox söz deyə bilər. Amma pis geyinərkən biraz açıq, çox açıq geyinərkən məncə Məncə də çox cəmiyyəti açıq mövzusu biraz, o deyir sensasiya doğurur. Çünki hər şeyin məncə dərəcəsi var. var, Adi Avropada belə mən düşünürəm ki, o qədər açıqlığa qaçan bir insan yoxdur. yoxdur. Həqiqətən yoxdur. Bizdə açıqlıq, biz açıq geyinməyi daha çox çılpaqlıq olaraq qəbul eləmişik. Bir insan evdə geyinməyə utandığı şeyləri bəzi bəylərimiz, xanımlarımız çölə geyinirlər. Bu nə ədəblik, nə insanlıq baxımından düzgün bir şey deyil. Hətta mən son zamanlar fikir vermişəm ki, kişilər, dar şalvarlar filan Hı. geyinir və heç kəs onları Hə, qınamır. mən isə bu boş şalvar geyindiyimə görə məni tənqid eləyirlər. Siz yenə şərq düşüncəsində kişilər heç zaman dar şalvar geyinməmişdilər. Tarix nöqtəsində heç zaman olmayıb. Hətta bugünkü anlamda Türkiyədə əsas lüğət ədəbi dildə şalvar, pantalon sözü var, amma dialektik olaraq şalvar sözü istifadə edilir. O çox bol kəsimli olar pantalona Köhnə ağalar, köhnə Bəli, kişilər, bəli, bəli. şalvar görürsüz, yəni oradan da hətta 20-ci əsrin ortalar, o sonlarına qədər və keçən 20 ilə qədər kişilərimiz belə geyinmirdi, boş şalvar geyinmirdi, geyinirdi. Indi dar şalvar geyinirlər. Bunu cəmiyyət daha yaxşı qəbul eləyir. Hə, bu bir də bu arada bir səbəb var açılmışdan deyim, markaların parçadan kəsimi. Mənim hal-hazırda geyindiyim şalvarın o balaq genişliyi 25 santıdır. İndiki şalvarların da balaq genişliyi 16-17 sant, hətta 15 santıdır. İndi görün mənim geyindiyim şalvardan ikinci şalvar da çıxartmaq olur. Bu məndə markalar kəsir parçadan. Kostyumun gödəkliyi də bura aiddir. Kostyum hardasa əlini aşağı salanda burada dayanmalıdır. İndiki kostyumlar hardasa biləkdə dayanır. Görün nə qədər. Təsəvvür 10 dənə kostyum pencək satanda, 10 dənə pencək satanda artıq o bir dənə pencəyə çıxındı. Təsəvvür edin bir marka gündə 100 minlərlə pencək istehsalına məşğuldur və burada nə qədər artışdan biz söz edirik. Burda, geyim məsələsi var ki, geyimin parçası, geyimin, Bəli, bəli, belə bəli, bəli. desək, quruluşu da, parça seçimində insanlar hansı səhvlərə yol verir? Parça seçimində uşaq vaxtından hər birimiz bilirik ki,
valideynimizlə mağazaya gedəndə tez əllərinə alırlar, belə-belə yoxlayırlar. Hə, bunun parçası yaxşıdır. Amma geyinib yoxlamırlar. Elə adamın bədəni var, pambığa qarşı bəlkə allergiyası var. Elə adam var, yuna qarşı allergiyası var. Və məsələn bir də bir şey var, etiketə aldanırlar bəzən. Məsələn, hal-hazırda mənim geyindiyim kostyum 80% yundur, 20% də sintetikadır. Amma bəzən insanlar deyir ki, qoy 100% yun olsun. Amma bu da düzgün deyil. 100% yun olanda qırışma şey daha çox olur. Tərkibində müəyyən miqdarda sintetik olmalıdır. Və yaxud da insanlarımız gedir ucuzluq naminə 100% sintetik olan bir geyim alırlar. O da dəri Dəri xəstəliklərinə yol xəstəliyi açır. yaradır. Bilirsiniz, bir söz var, deyir ki, mən o qədər varlı deyiləm ki, ucuz geyimlər alım. Yəni bu təzad fikirdir bir-birinə. Ancaq bunun mənası nədir? İnsan bir dənə bahalı şey alar. Sən alırsan, biri var 50 manata kostyum alasan, bir də var 300 manata kostyum alasan. Məsələn, o 300 manat kostyumu sən 5 il geyinə bilərsən və əynində ilk günkü kimi şax qalacaq. Amma 50 manat kostyumu geyinirsən, beli vurğulu olur, pencəyin belində. Və 3 dəfə geyinəndən sonra baxırsan ki, pencəyin beli genişlənir. Bu mənada parça seçimi də çox önəmlidir ki, formasını itirməsin. Ona görə qiymət də önəmlidir. Və yenə də deyirəm, parçanın tərkibi. Çalışın ki, 80% yun, 20% sintetika, 90% pambıq, 10% sintetika tərkibli parçaları, bir də kətan, 100% kətan, amma hər kətan yox. Xam kətan daha yaxşıdır. Bugünkü geyimlərdə səni ən çox narahat edən nədir? Bugünkü geyimdə yenə də mən öz kontentimdə, öz mövzumda yanaşım. Kostyumun altına spor idman ayaqqabısı geyinmək qadınlara yaraşır, kişilərə yaraşmır. Çünki kişinin ayaq quruluşu qadınınkindən tamamilə fərqlidir. İdman geyimi, idman ayaqqabısı qaçış üçün nəzərdə tutulub, rahat gəzmək üçün nəzərdə tutulub, başqa şeylər üçün nəzərdə tutulub. Amma klassik ayaqqabı və kostyum bu qaçmaq üçün nəzərdə tutulmayıb. Da səliqəli olmaq üçün nəzərdə tutulub. Təsəvvür edin, bir adam geyinir qara, zil qara kostyum, altına da geyinir ağ ayaqqabı. Bu yaxşı görüntü çıxartmır axı. Hətta bu barədə mən video hazırladım. Cəmiyyətdə əksər o bəylərimiz, oğlanlarımız elə geyinirdi. Məni sərt şəkildə tənqid edirlər, amma belə olmamalıdır. Yəni siz təsəvvür eləyin ki, məncə siz də görərsiniz. İdman geyiminin altına klassik ayaqqabı geyinən o kişilər, yaşlı kişilər gülməli görünmür. Məncə elə idman geyim Çox gülünc görünür. İdman ayaqqabısıyla da elə kostyum geyinmək məncə bir o qədər də həmin Əslində Hörmət, mənim gözümə belə bir şey də ilişib ki, bu türk seriallarında aktyorlar filan Bəli. geyinməyə başlayandan sonra bizim kişilər də başladı bunu geyinməyə. Bəli. Tək bizim kişilər yox, Türkiyədə insanlar, Bəli, yəni bəli. cəmiyyəti geyinməyə başladı. Səncə də bu yenə sürü psixologiyasına gəlib çıxmır? Əlbəttə sürü psixologiyasına, sürü təqlid eləyir. Kütlə küt tərəfindən nəyisə təqlid təqlid edir. Məsələn, Əşrəf Tek serialı var. Orda kəsilən kostyumlar çox bərbad kostyumlardır. Ucuz da kostyumlardır. Baxan kimi bilirsən ki, bu kostyumun yəni çox da nə bahalı qiyməti var, nə də parçası o qədər. Bu gündəlik Azərbaycanda satılan o çox ucuz kostyumlardan biridir. Sadəcə şalvarı boldur məsələn, insanlar xoşlayır. Və yaxud da yaşıl kostyum geyinir, altına qara köynək geyinir. Monotonluq yaradır. Bizimkilər də deyir kişi tünd rəng geyinər, Əşrəf belə, Əşrəf belə. Yəni düzgün bir lisanla onun səhvliyini anladanda artıq orada cəmiyyətdə bir əks-səda doğurur və səni sərt şəkildə tənqid eləməyə başlayırlar. Bu da güman edirəm yenə sürü psixologiyasına gətirib çıxardır. Hümət, sonuncu sualımı vermək istəyirəm, Buyurun. amma bu biraz qəliz sualdır. Yəni ümid edirəm ki, daha rahat şəkildə sən bunu izah eləyəcəksən. Azərbaycana bu qədər belə desək tarixi axın olur da, düzdür, özün bilirsən ki, çox Bəli, bəli, bəli. tarixi sensasiyalardan Bəli, bəli. keçmişik, hadisələrdən keçmişik. Bunun ardı-arası yoxdur da. Bəli. Bu geyim tərzimizə necə təsir etdi bizim? İllər boyunca bunu zəhmət olmasa dövrlərlə izah edə Bəli. bilərsən? 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən başlayaq. Məmməd Əmin bəyin məsələn geyimini götürək. Görürsüz nədən başladılar? Qalstuk bağladılar, köynək geyindilər, frak geyindilər, ya smoking geyindilər və yaxud da kostyum geyindilər. Yəni cəmiyyəti rifah halına gətirmək üçün geyimlərindən başladılar və cəmiyyətə maarifləndirmə verdilər. Sovet dövründə də belə oldu. Görürsüz, Sovet dövründən hələ də qalma kişilər gündəlikdə yenə kostyum geyinir. Çünki onların dövründə qalma bir şeydir. Yəni bu artıq cəmiyyətin necə deyirlər, kommunist rejimində də belə bir şey var da. Orada o dövrki kişilərin də yenə hamısı elə geyinilir. Yəni hər dövr özündən bir şey gətirir. O məsələn 19-cu əsrdən biraz qabağa gedək, görürsüz bəylərimiz necə o milli geyimdir, daha çox çuxa geyinirlər, uzun xrom çəkmə geyinir. Hətta 20-ci əsrin ortalarında da 20-cidə daha çox o
30-cu illərdə məsələn kolxoz quruculuq dövründə siz o bəylərin geyindiyi o xrom çəkməni geyindi məsələn prokurorlar. Şeyə baxmısınızsa yəqin Mehman Bəli, əlbəttə. Qanun naminə Bəli, filmində bəli. görürsüz ordalar xrom çəkmə geyinir. Bu da dövrün gətirdiyi bir şeydir. 90-cı illərin sonlarına doğru gedəndə artıq moda tamamilə dəyişdi. Məsələn, pencəklər əgər o dövrki məsələn atanızın şəkillərinə də baxsaz görərsiniz ki, pencəklər daha çox iri Hələ də kəsimlidir. elə geyinir. Hələ də Bəli, elə geyinən bəli. kişilər var. İri kəsimlidir pencək. Yəni moda dəyişir. İndiki anlamıyla görürsüz yenə də bir müasirlik var və daha çox streetwear tərzi var. Bu da görürsüz hər dövrdə bir geyim Ümid məsələsidir. inanırsan ki, əvvəl elə bilirdim ki, mənim atam, yəni zövqsüz geyinir də. Amma böyüdükcə gördüm ki, həqiqətən, atamın da məhz şalvarları sənin dediyin santimetrlər Hə. ölçüsü və çox bol geyinir. Özündən dəhşət bol. Çünki o dövrün onlar deyək ki, tələbələri oldular. Onlar o zehniyyətdə böyüdülər və ondan çıxa bilmirlər. Cürbəcür rəngli Yaxşı paltarlar da var. yaxşı çıxa bilmirlər. Nə yaxşı ki, onlar var. İndi mən bilmirəm ki, indi biz 30 ildən sonra onları görə bilərikmi? Yəni indi özümüzü onların yerinə qoya bilərikmi? Məncə biraz düşünməyə insan Ümid, vadar edir. fikirlərin üçün çox minnətdaram. Həqiqətən Minnətdaram. çox gözəl maarifləndirici bir veriliş ərsəyə gətirdik. Sağ olun. Və son olaraq bizim cəmiyyətə geyimlə bağlı nə tövsiyə vermək istəyirsən? Ümumiyyətlə tövsiyən nədir son olaraq? Tövsiyəm nə ola bilər? Hı. O bir də yenə də dediyim kimi, nəyinsə sürü psixologiyasına insanlar məsələn bizdə adətən xanımlarda bu var da, filankəs filan donu geyindir, mütləq mən almalıyam. Onu eləməsinlər. Özləri nəyə yaxşı görürlərsə, özlərini nəyə yaraşdırırlarsa onu geyinsinlər. Məsələn, bir də cəmiyyətin o sərt tərəfindən qorxmasınlar. Mən yenə də deyirəm, Instagramda çox qəribə tənqidlərlə üzləşirəm. Təbii ki, insan psixologiyası pis təsir edə bilər, amma ruhdan salmır. İstəyirəm ki, nəyisə maarifləndirim, insanlar nəyisə bilsinlər. Yenə də bu mənada dediyim odur ki, özlərinə yaraşanı geyinsinlər və salam. Ümid eləyirəm ki, hər birinizin həyatında geyimlə bağlı nələrisə öz faydamı, öz məsləhətlərimlə bir yerdə faydamı verə bildim. İzlədiyiniz üçün hər birinizə öz minnətdarlığımı və sayğılarımı bildirirəm. Ümid, bir daha minnətdarlığımı bildirirəm sənə. Mən də son olaraq demək istəyirəm ki, geyim nə əxlaq, nə də azadlıq ölçüsüdür. Sadəcə kənara özünü necə yansıdırsansa bunun vasitəsidir və mən sizə arzu edirəm ki, hər zaman öz seçiminizi özünüz edəsiz. Belə, verilişimizin sonuna gəldik. Bir daha görüşmək ümidi ilə sağ olun, salamat qalın. Gələn görüşlərə qədər.